Cavab oyununa gedirik. Əlbəttə ki, bəlkə də bir o qədər asan deyil bu oyun haqqında danışmaq, cavab oyun haqqında danışmaq ilk nəticəyə görə. Amma hər bir halda bizim üzərimizə düşən vəzifədir. Biz sizlərin qarşınızda fikirlərimizi bildirməliyik və oyuna hazırlığımız barədə fikirlərimizi bölüşməliyik. Və bir də səhv etmirəmsə elə deyəsən onlaynda elə ingilis jurnalistlər də yəqin ki bizi dinləyirlər, qulaq asırlar. Onları da salamlayıram. Və belə oyuna gəldikdə bir neçə gün vaxtımız oldu. Həm oyunu analiz etməyə, həm oyunun ətrafında bir xeyli düşündük və digər oyuna hazırlaşmağa. Ümumən belə söylənəcək çox bir fikir yoxdur. Bəli, bizdən üstün oldular, bizi üstələdilər. Və belə çalışıb cavab oyununda daha diqqətli olacağıq, daha diqqətli olmalıyıq, borcumuzdur və daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki həm gedəcəyimiz yol, həm rəqibin öz doğma meydanda oyunu. Mən pis hazırlaşmadıq. Baxmayaraq biraz psixoloji zərbə aldıq. Amma hər bir halda ümumi hazırlığımız pis deyil. İnşallah çalışırıq ki, cavab oyununda özümüzə yaxşı tərəfdən göstərməyə. Sí, pienso que la primera parte concedimos demasiado a un equipo que te puede hacer mucho daño, pero también siento que la segunda parte el equipo estuvo bien y que si hubiéramos competido de esa misma manera la primera que la segunda, el resultado hubiera sido diferente.